Salam, hörmətli tamaşaçılar. Ev-News TV efirdədir. Vətəndaş mövqeyinin qonağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Medianın Müşahidə Şurasının üzvü, Filologiya elmləri doktoru Vüqar Zivəroğludur. Salam, Vüqar müəllim, xoş gəlmisiniz. Xoşunuz olsun Gülşən xanım. Vüqar müəllim, bilirsiniz ki, bu il mətbuatımızın 150 illiyidir. Bununla bağlı cənab prezidentimiz sərəncam imzalayıbdı. Bir çox silsilə tədbirlər keçirilsin. İstəyərdim bu 150 illiyə Vüqar Zivəroğlunun gözləri ilə baxaq. Azərbaycan mətbuatının yəni 150 illiyinə əslində ətraflı, hər tərəfli, sistemli baxmaq üçün yəni bir veriliş bəs etməz, yəni belə deyim. Təbii ki. Çünki son dərəcə zəngin və eyni zamanda enişli, yoxuşlu, böyük bir yol keçib Azərbaycan jurnalistikası, Azərbaycan mətbuatı. Yəni 19-cu əsrin sonlarından başlayaraq bir maariflənmə hərəkatı üzərində bizim mediamız təşəkkül elədi. Qəzetlərimiz təşəkkül elədi və Zərdabiyin yandırdığı bu çıraq Cümhuriyyətin qurulmasına qədər böyük bir yol və hətta mən belə deyərdim, mübarizə ilə bol olan bir yol keçdi. Məsələn, biz dəfələrlə onu qeyd edirik, mətbuat tarixi araşdırmacılarımız onu dəfələrlə qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti ideyasının rüşeymləri məhz 20-ci əsrin əvvəllərində, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində çap olunan Azərbaycan mətbuatında artıq formalaşmağa başlayırdı. O ideyalar, o fikirlər. Bizim o qurucu babalarımız, Cümhuriyyəti quran babalarımız məhz həmin dövrdə nəşr olunan Azərbaycan mətbuatında öz fikirlərini, ideyalarını yayırdılar. Bir maarifçi bir hərəkatın əsası qoyulurdu. Yalnız milli ideologiya və Azərbaycan, Azərbaycançılıq, Azərbaycanın gələcəyi ilə bağlı deyil, həm də həmin dövr üçün çox aktual və xarakterik olan problemlər. Məsələn, məfhumat, cəhalət, gerilik, yəni bax bunlara qarşı bir mübarizə var idi Azərbaycan mətbuatında. Və təbii ki, Cümhuriyyət dövründə Azərbaycan mətbuatı, yəni mərhələlərə bölərsək əgər, yəni birinci dövr məhz Cümhuriyyətə qədərki bir dövr, bir mübarizə dövrüdür, bir oyanış dövrüdür və Cümhuriyyət dövrü artıq Azərbaycan mətbuatı yeni problemlərə, regionda baş verən proseslərdən tutmuş. Məsələn, bəlkə də tamaşaçılarımız təəccüblənir, amma məhz 1918-20-ci illərdə çap olunmuş Azərbaycan mətbuat nümunələrinə baxdığımız zaman biz həqiqətən də regionda, Qafqazda, Osmanlı ərazisində, həmin dövrdə, Balkanlarda, Rusiya imperiyası ərazisində baş verən proseslərlə bağlı çox maraqlı, hətta mən deyərdim ki, müfəssəl yazılara, müəllif yazılarına rast gələ bilirik. Bu özü bir ayrı bir dövrdür və təkcə burada maraqlı məqam, yəni onu spesifik eləyən məqam yalnız Azərbaycan mətbuatının fərqli bir mərhələyə və fərqli bir oyanışa keçməsi deyil, həm də Cümhuriyyət dövründə mətbuata verilən azadlıq və mətbuatla bağlı atılan addımlar idi. Yəni, elə mətbuat haqqında nizamnamə nəyə etsəz deyil. Yəni, buna elə bir mənalı deyim. Və sonraki dövr Sovet dövrü, bəli, həmin dövrdə də Azərbaycan mətbuatı, Azərbaycan mediası bir mənalı şəkildə o öz ilkin rüşeymlərindən imtina etmədi. Bax, bunu da qeyd eləmək istəyirəm. Bəzən olur ki, məsələn, belə bir polemika mövzusu açılır ki, məsələn, Sovet mətbuatı nə dərəcədə o ənənələri qoruya bildi? Məsələn, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindən başlayan, Cümhuriyyət dövründə möhkəmlənən o ənənələri qoruya bildi. Təbii ki, Sovet dövrünün özünün şərtləri var idi. Bir rejim idi, bir sistem idi. Amma bununla belə Azərbaycan mətbuatı həmin dövrdə də bu və ya başqa dərəcədə öz simasını, şəklini saxlaya bildi. Yəni, həmin dövrdə olan ədiblərimiz, həmin dövrdə olan jurnalistlərimiz, publisistlərimizin yazılarına, məqalələrinə baxdığımız zaman mən sizə inandırıram ki, və yeri gəlmiş Azərbaycan ədəbiyyatında da bu məsələ özünü əks tapır. Kifayət qədər sətiraltı müəyyən mesajların verildiyinin şahidi ola bilərik. Və 91-ci ildən sonraki dövrdən, müstəqillik dövrünün 4-cü dövr kimi xarakterizə edə bilərik. Müstəqillik dövründə də artıq ilk qaranquşda, yəni belə deyək, 1988-ci il Milli Azadlıq Hərəkatının başlaması və həmin dönəmlərdə artıq Azərbaycan mətbuatında yenidən o milli ideyalar,
Qarabağ problemi və ümumiyyətlə Azərbaycan, Azərbaycanın gələcəyi, tariximiz, milli kimliyimiz, yəni bununla bağlı belə deyək də məqalələrin sayı artmağa başlayır. Maladeş Azərbaycan, Azərbaycan gəncləri, rəhmətli Nəcəf Nəcəfov və ardınca da bir sıra başqa mətbuat orqanları, məsələn, Səhər qəzetinin adını necə çəkməmək olar? Və ya məsələn tutaq ki, həmin dövrdə Qarabağa Xalq Yardımı Komitəsi idi, səhv eləmirəmsə, onun Azərbaycan qəzeti. Necə adını çəkməmək olar? Odlar yurdu var idi. Yəni yeni qəzetlər meydana çıxdı. Artıq yeni bir nəfəs gəlməyə başladı və bu bir növ keçid oldu elə bizim müstəqillik dövrümüz və ondan sonraki mediamızın inkişafına. Və bu yöndə Azərbaycan mediası təbii ki, inkişaf eləyir. Azərbaycan mediası, mən belə deyərdim ki, o müasir çağırışlara maksimum dərəcədə cavab verməyə çalışır. Bəli, problemlərimiz var. Var, açıq deyək, var. Peşkarlıq baxımındanmı deyim, yeni texnologiyalarla ayaqlaşmaq baxımındanmı deyim, qlobal informasiya məkanındakı rəqabətə davamlılıq baxımındanmı deyim. Təbii ki, var. Üzərində hələ çox işləməliyik öz üzərimizdə. Amma maksimum dərəcədə bugün Azərbaycan mediası mən belə hesab edirəm ki, yəni kifayət qədər öz mövqeyi ilə, öz nüfuzu ilə və eyni zamanda da dövlətimiz, dövlətçiliyimiz və cəmiyyətimizin inkişafı. Yəni bu məsələlərdə hər zaman öz sözünü deyir, bunu necə ki bundan əvvəl deyib və bundan sonra da deyəcək. Yəni, informasiya texnologiyalarının inkişaf elədiyi belə bir dönəmdə jurnalistika fakültəsində 150 illik yubileyi ilə bağlı hər hansı bir islahatlar, yeniliklər aparılırmı? Biz tədbirlər planlaşdırmışıq və təbii ki, yeniliklərimiz də var. Yəni ilk növbədə onu qeyd etmək istəyərdim ki, bu ildən başlayaraq biz artıq yeni magistratura pilləsi üzrə yeni 6 ixtisaslaşma aldıq. Bu əslində bir uğuru kimi universitetimizin, Bakı Dövlət Universitetimizin, jurnalistika fakültəmizin bir uğuru kimi qiymətləndirilə bilər. Uzun zamandır ki, artıq almaq istədiyimiz ixtisaslaşmalar var idi. Məsələn, tutaq ki, ekstremal jurnalistika kimi, iqtisadi jurnalistika kimi, ictimai və siyasi kommunikasiya kimi və ən əsası ictimaiyyətlə əlaqələr kimi. Yəni bu cür yeni ixtisaslaşmalar aldıq. Təbii ki, eyni zamanda biz yubiley ili bizim üçün əslində artıq xeyli müddət əvvəldən başlayıb və belə deyək, bir-birinin ardınca bizdə bilirsiniz ki, son bir il ərzində bir-birinin ardınca jurnalistika fakültəsində adlı otaqlar biz deməli universitetimizin, universitet rəhbərliyimizin dəstəyi ilə adlı otaqlarımız açıldı. Məsələn, tutaq ki, Mətbuat Şurasının bizdə artıq özünün auditoriyası var. Veya gəlmişəm, o otaqda Etika və Şikayətlər Komissiyasının iclasları keçirilir. Yəni o komissiyaların iclasları məhz BDU Jurnalistika Fakültəsində keçirilir tələbələrimizin iştirakı ilə ki, tələbələrimiz hazır кейslərdən tanış olsunlar. Yəni şikayətlər nədən gəlir? Necə olur, problemlər necə həll olunur? Qəşəng təcrübədir. Bəli, və inanın mənə çox maraqla da qulaq asırlar və komissiyanın üzvləri olan bizim hörmətli baş redaktorlarımız, mütəxəssislərimiz, o Mətbuat Şurasının idarə edən üzvləri, onlar da çox maraqla danışırlar. Yəni hər tərəfli, yəni müzakirələr gedir ki, uşaqlar oradan o hazır кейslərdən müəyyən bir şeylər götürə bilsinlər. Eyni zamanda bizdə Ayrı 24-ün deməli Newslab otağı açılıb. Firuzat Media Mərkəzi fəaliyyət göstərir. Media İnkişaf Agentliyinin dəstəyi ilə yeni bir otağımız açıldı. Deməli təlim otağımız 50 nəfərlik, xüsusi belə deyə dizayn edilmiş, xüsusi hazırlanmış təlim otağıdır ki, və yeri gəlmişkən elə gəlin həftənin ilk günlərindən başlayaraq Euronewsla birlikdə Media İnkişaf Agentliyi böyük bir təlim proqramına, 5 günlük təlim proqramına başlayır ki, o məhz həmin bizim jurnalistika fakültəsində yerləşən təlim otağımızda keçiriləcək. Bu həm də elə bizim mətbuatın 150 illiyinə bir töhfəmizdir. Xalq qəzetinin debat otağı açıldı bizdə bax bu yaxınlarda. Sırf debat üslubunda dizayn edilmiş bir otağımız var. Yəni bu cür yeniliklərimiz çoxdur, gözlənilir. Azərtacla xəbər otağı, xüsusi bir otağın açılması bu yaxınlarda nəzərdə tutulub, onun üzərində iş gedir, ilkin razılaşmalar əldə edilib. Bundan əlavə mətbuatımızın 150 illiyinə töhfə olaraq biz may ayının 14-ü 16-sı 3 gün davam edən böyük bir konfrans keçirdik. O konfransda 100-dən artıq qonağımız iştirak elədi. Türkiyənin təqribən 20-yə yaxın ali məktəbinin professor, akademik heyətinin nümayəndələri. Mediamız yeri gəlmişəm, bunu mən həmkarlarımıza öz təşəkkürümü bildirirəm. Çox diqqətli saxladılar. Maraqlı oradan yazılar, xəbərlər çıxarıldı və müxtəlif, yəni təsəvvür edin ki, müasir texnologiyaların jurnalistikaya təsirindən tutmuş Türk dünyasının jurnalistikasına qədər. Yəni nələr etməliyik, çağırışlar hansılardır, müxtəlif səpkidə müzakirələr açıldı. 30-a yaxın canlı panel
deməli keçirildi. Eyni zamanda 20-dən yuxarı onlayn panel keçirildi. Yəni iştirakçıların sayı hardasa 200-ə yaxın idi. Yəni maraqlı 3 gün davam edən çox maraqlı böyük bir tədbir oldu. Və təbii ki, ilin sonuna qədər də bir sıra digər tədbirlərimiz də bəli, nəzərdə tutulub və davam edəcək. Sizcə bugünkü Azərbaycan mətbuatı milli mətbuat ənənələrinə sadiqdirmi? Bəli, yəni Azərbaycan mətbuatı və rəqəmsal platformadayıq, sosial şəbəkələrimiz var, kifayət qədər. Bilirsiniz, mən bir məqamı qeyd etmək istəyirəm ki, əslində bu dövrlərlə bağlı danışdığım zaman da mən onu qeyd elədim. Azərbaycan mətbuatı hətta Sovet dövründə belə o ənənələrindən çox uzaq düşmədi. Yəni o ənənələri yaşatmağa çalışdı. Və indinin özündə də bu ənənələr davam edir. Yəni maarifçilik üzərində köklənmiş bir Azərbaycan mətbuatı var, Azərbaycan jurnalistikası var. Açıq etiraf eləyək ki, müasir çağırışlar həm də özü ilə yanaşı müəyyən yeniliklər gətirir ki, bu yeniliklər heç də bəzən tam olaraq müsbət qəbul oluna bilmir və ya qəbul eləməkdə müəyyən mənada çətinlik çəkirik. Amma bütün bunlara rəğmən bu gün Azərbaycan jurnalistikasında, Azərbaycan mediasında həmin ənənələrin davam etdiyini də görürük. Bunu müəyyən mənada saytlarımızda da görmək olar. Mətbuatımız ümumiyyətlə, yəni bu ənənəni yüksək səviyyədə mən deyərdim ki, hətta davam etdirir. Televiziya kanallarını mən başa düşürəm, reklam var, reytinq var və bəzi verilişlərdə o müəyyən o məqamları, reytinq və reklam məsələsi açısı baxımından o bəzən müəyyən manevrlər elə eləyirlər, amma ümumi bir anlamda götürəndə həm də Azərbaycan televiziya məkanında bu ənənə gözlənilir. Yəni bəli, bu ənənəni davam etdiririk, amma yenə də deyirəm, çağırışlar var və daha artıq nələrsə etmək və hətta mən belə deyərdim ki, ənənə və müasirlik. Bax, bunun sintezini yaratmaq olduqca vacibdir. Yəni, bu gün əgər professional jurnalistika sosial medianın rəqabətdədirsə, əgər bugün tutaq ki, biz, məsələn, artıq mövzular da dəyişir. Gülşən xanım, təsəvvür edin ki, bu gün jurnalistikada müzakirə olunan mövzular nədir? Məsələn, biz bu gün metaversiyadan danışırıq. Yəni, virtual reallıq, AR, VR texnologiyalarının jurnalistika təsirindən danışırıq. Biz bugün süni intellekt və jurnalistikadan danışırıq. Hətta bizdə elə bu konferansda xüsusi bir panel var idi, süni intellekt və jurnalistika. Sırf yəni o idi ki, süni intellekt jurnalistikanı əvəz edə bilər və ya jurnalisti əvəz edə bilər. Mən o sualı verəcəkdim sizə. Yəni o ilə bağlı qızğın bir müzakirələr getdi orada. Xeyr, süni intellekt, mən elə verməmişdən siz sualınızı cavab verin. Süni intellekt jurnalisti əvəz edə bilməz. Amma süni intellekt peşəkar jurnalist üçün vazkeçilməz və eyni zamanda da çox qiymətli bir alətdir. Bu bilirsiniz nəyə oxşayır? Xatırlayırsınızsa internet çıxanda da, yəni internetə münasibət, yəni ümumiyyətlə informasiya alış-verişi baxımından, bilgi çirkliyi və ya tutaq ki, informasiyanın yayım sürətinin artması, müsbət mənfi məqamlar və s. və ilaxır və ya sosial şəbəkələrin özü. Xatırlayırsınız, məsələn 2010-cu illərin əvvəllərində gedən müzakirələr necə idi? Yəni sosial mediaya bir qədər fərqli bir münasibət var idi. Amma bu bir reallıqdır. Yəni biz istəsək də, istəməsək də bu bir reallıqdır və bu reallığı biz qəbul etmək məcburiyyətindəyik. Deməli, nə etmək lazımdır? Deməli, bu alətlərdən istifadə etmək lazımdır. Deməli, bu alətləri özümüzə uyğunlaşdırmaq lazımdır. Onlardan bir köməkçi alət kimi əlimizin altında olmağı niyə də olmasın? O dövrlərdə mən məsələn tutaq ki, Sovet dövründə indi mən onun yaşım az olsa da mənim çox yaxşı yadıma gəlir həmin dövrlərdə. Məsələn, adi tutaq ki, bir Rusiyanın hansısa bir şəhərində yaşayan bir qohumumuzla əlaqə saxlamaq üçün kommutatorla əlaqə yaradırdıq. Günlərlə bütün ailə telefonun qabağında otururdu və gözləyirdi ki, məsələn tutaq ki, Leningraddan bizə zəng gələcək, Moskvadan bizə zəng gələcək. Bəli, hansısa, bəli. Amma indi bu dəqiqə, bəli, günlərlə gözləyirdik. Yox, heç ayrı ölkə o yana qalsın. Rayonla, kəndlə danışmaq üçün xatırlayırsınız, yəni nə qədər, bəli, nə qədər perqabur, nə qədər gözləyirdik. Amma indi bu dəqiqə dünyanın istənilən nöqtəsi ilə elə cibimizdə olan telefondan istədiyimiz vaxtda əlaqə yarada bilirik. Yəni bilgi alış-verişi gedə bilir, informasiya alış-verişi gedə bilir. Yəni bu yaxşıdır. Amma bir tərəfdən də bunun gətirdiyi problemlər də var. Nədir? Məsələn, bu dəqiqə indi müzakirə olunan əsas vacib problemlərdən biri informasiya ekosistemi, informasiya ekologiyası məsələsi. Dezinformasiyalardan və feyklərdən kənar, davamlı, sabit və eyni zamanda da əsaslı bir ekosistemin yaradılması. Bunun üçün nələr etmək lazımdır? Burada başqa məqamlar çıxır ortaya. Məsələn, yenə də o panellərdə müzakirə olunan mövzulardan bəzilərindən ən əsasından biri media savadlılığı. Bəli.
Yəni bax bu cür məqamlar, bu çağırışlar var. Hə, tamam, bu çağırışlardan qaçmaq olmaz. Yaxşı, biz qaçırıq, dünya qaçmır axı. Və deməli nə olur? Biz qlobal informasiya məkanında rəqabətə davamlı olmuruq. Tamam, rəqabətə davamlı olmayanda nə olur? Bizim informasiya məkanımıza başqa ölkələr və bir çox hallarda Azərbaycanı sevməyən ölkələr başlayırlar öz dırnaqarası informasiyalar, yəni maraqlarına uyğun bəli, xəbərləri başlayırlar bizə istiqamətləndirməyə. Yəni bu mənada biz nə etməliyik? Biz rəqabətə davamlı olmalıyıq. Ha, tamam, rəqabətə davamlı olmaq üçün nə etmək lazımdır? Deməli bu yeni çağırışları bilmək, öyrənmək və eyni zamanda tətbiq etmək. Vüqar müəllim, eyni zamanda bax bayaq sadaladığınız o detallar var idi, hansı ki bu çox gözəl bir şeydir. Amma biraz da keyfiyyətin aşağı düşməsinə səbəb olur və o keyfiyyətin, mətbuatın keyfiyyətinin artırılması üçün daha nələr eləmək olar? Yəni insan psixologiyası, insan zehni daha önəmlidir. Gülşən xanım, çox gözəl sualdır. Mən təşəkkür edirəm sizə bu suala görə. Bax, bizdə bu dəqiqə hal-hazırda mən praktik misallarla izah eləməyə çalışıram ki, yəni əslində jurnalistika ilə bağlı doğrudan da maraqlı müəyyən tendensiyalar var. Məsələn, bu gün bizdə tez-tez müzakirə olunan mövzulardan da biri nədir? Qəzetlərin sıradan çıxmağı. Qəzetlər sıradan çıxır. Oxumaq. Bəli, bütün dünyada gedən bir prosesdir. Amma gəlin bu məsələyə belə yanaşaq. Qəzetlər doğrudanmı tam olaraq sıradan çıxacaq? Məsələn, mənim fikrimcə yox. Qəzetlər yaşayacaq. O başqa bir məsələdir ki, nə etmək lazımdır ki, qəzetlər yaşasın? Yəni, məsələn, bu gün mediada, jurnalistikada bir konvergensiya prosesi var. Bu nədir? Bu o deməkdir ki, yəni müxtəlif media formatlarında məzmunların təqdim edilməsi məsələsi. Azərbaycan jurnalistikasında da bu proses çox maraqla və uğurla gedir, onu da deyim sizə. Deməli, qəzetlər artıq biraz daha fərqli bir formaya keçməlidirlər. Məsələn, bu gün tutaq ki, biz deyə bilmərik ki, qəzetlər, jurnallar, print media ümumiyyətlə ölür və sıradan çıxır. Niyə? Çünki internet jurnalistikası inkişaf edir. Niyə? Ona görə ki, multimedia jurnalistikası, televiziya, radio jurnalistikası həmişə brenddir, həmişə deməli öndədir və s. və ilaxır. Biz bunu deyə bilmərik. Ya əgər bu gün dünyada, məsəl üçün deyirəm, tutaq ki, ekonomistin ya nə bilim, tutaq ki, hansısa bir nömrəsi və ya hansısa hətta üz qabığı müzakirələrə açırsa, indinin özündə də müzakirələr açırsa, Time-ın hansısa bir üz qabığı, məsələn, indi hal-hazırda gedən proseslər fonunda, səhv eləmirəmsə, səhər günkü nömrədə Time jurnalında Xamneyinin şəkli verilmişdi, biraz daha fərqli formada və inanın ki, analitiklər o üz qabığını şərh edirdilər. Ekonomist hər ilin axırında bir dənə üz qabığı çıxardır, aylarla onun müzakirəsi gedir. Yəni, bu onu göstərir ki, xeyr, print media sıradan çıxmır. Belə bir şey yoxdur. Və ya məsələn, tutaq ki, Financial Times. Yenə də buna abunələr var. Qardaş Türkiyənin özünə baxaq. Qəzetləri yenə də. Deməli, nə etmək lazım? Yəni, elə bizim Azərbaycanda da elə qəzetlər var ki, onlar hələ də populyarlığını qoruyur, özlərinin sabit bir auditoriyası mövcud. Deməli, nə etmək lazımdır? Müəyyən mənada o adaptasiyanı elə etmək lazımdır ki, bu adaptasiya ağrısız keçsin. Uyğunlaşmaq lazımdır. Məsələn, daha çox analiz, daha çox şərh, daha çox yanaşma, mövqe. Yəni, bax, bu formada müəyyən o məqamlar, müsahibələr, məsələn, maraqlı, qeyri-adi bir müsahibələr. Yəni, bunu etməklə təbii ki, bu və ya başqa dərəcədə auditoriyanı əldə saxlamaq olur. Həm də burada başqa bir problem var. Mən sualınızın o biri tərəfini də deyim. Başqa bir problem var. 21-ci əsr insanının ümumiyyətlə klassik, məsələn, tutaq ki, media mı olsun, ya elə adi kitab mı olsun, oxumağa nə dərəcədə həvəsli olması. Həvəs yoxdur. Və bu da yenə də Azərbaycan çox xarakteristik bir xüsusiyyət deyil. Məsələn, bizim gənclər, məsələn, çox dinamikdirlər, özlərində çox yaxşı işləməyi bacarırlar. Amma məsələn, onlar bütün günü məsələn, o informasiyaları telefondan oxuyurlar. Xəbər olaraq. Bu artıq belə deyək də, mən demirəm ki, bu yaxşı bir şeydir. Amma burada belə bir şey var. Bu yeni nəslin xüsusiyyətidir. Bu yeni nəslin xüsusiyyətidir. Bundan sonraki nəsil daha fərqli bir nəsil olacaq. Yəni bu mənada, bu da artıq qınamaq olmur. Yəni deməli nə etmək lazımdır? Deməli uyğunlaşmaq lazımdır və elə etmək lazımdır ki, yəni proses qırılmadan və davamlı şəkildə getsin.
Məsələn, əgər adi bir misal gətirim də, məsələn, əgər bir 20 il bundan əvvəl auditoriyada tutaq ki, tələbə mühazirə mətnlərini çıxardırdısa, kağızdan oxuyurdusa, bu dəqiqə tələbələrimiz telefondan oxuyurlar. Elektron versiya, elektron oxuyurlar, onlar daha rahatdır, onlar bunu daha yaxşı qəbul edirlər. Yəni problem deyil. Biz onu məcbur eləyə bilmərik. Amma əlbəttə ki, və ya məsələn, tutaq ki, elektron kitabları oxuyurlar. Əgər gəncin əlində kitab yoxdursa, bu demək deyil ki, ümumiyyətlə kitab oxumur. Bu da bir şey deyil. Yəni bu da yanlış. Onlar kitabları oxuyurlar və sadəcə onlar bunu telefondan oxuyurlar. Sadəcə fərq budur. Z nəslinin bir fərqliliyi və ya bundan sonraki gələn nəsil nə bilim daha fərqli bir olacaq. Yəni amma deməli nə etmək lazımdır? Deməli o auditoriyaya uyğunlaşmaq lazımdır. Əgər biz istəyiriksə ki, o auditoriyanı maraqlandıraq, əgər biz istəyiriksə ki, o auditoriyaya müəyyən mesajlarımızı verə bilək və əgər istəyiriksə ki, o auditoriya bizi dinləsin, deməli nə etmək lazımdır? Həmin auditoriya ilə uyğunlaşmaq lazımdır. Bunun başqa yolu yoxdur. Eyni zamanda da media 21-ci əsr insan, sürətli insandır. Zamanla ayaqlaşmağa çalışır və bəlkə də 21-ci əsrin insanının məsələn ən böyük arzularından da biri, bunu bir yeri gəlmişə Amerikalı sosioloqun məqaləsində mən oxumuşdum və deyir ki, 21-ci əsr insanı ümumiyyətlə bəlkə də gününə lənət edir ki, niyə bu gün 24 saatdan ibarətdir? Məsələn 30 saatdan ibarət deyil. Çatdırmaq olmur. Yəni sürət əsrdir. Yəni tez-tez bilərsiniz, yəni bəzən maraqlı bir ifadə işlədirlər. Elə bizdə də olub, Azərbaycanda da, yəni məsələn danışırlar, deyirlər ki, bu gün niyə belə qısalır? Yəni ki, günlərimiz qısalır. Yəni ki, çünki o qədər sürətlə gedir ki, hər şey, proseslər o qədər sürətlə gedir. Yəni bu əsrin insanının vaxtı yoxdur, otursun, məsəl üçün deyirəm, atıram, 1 saatlıq bir verilişə baxsın. Yoxdur. Və ya otursun çox, məsələn, tutaq ki, 30.000 işarəlik bir yazını oxusun. Kitab oxusun hətta. Yox, kitab o başqa, o bədii qiraət. O insanın öz mənəvi dünyasını zənginləşdirmək üçün olan bir tələbatıdır. O vaxta baxan bir şey deyil. Məsələn, mən öz adımdan deyim. Məsələn, mən tutaq ki, iş, nə qədər dərslər, tədbirlər, çəkilişlər və s. amma mən yenə də hər gün heç olmasa bir 3 səhifə, 4 səhifə oxumağa mümkün deyil ki, vaxt tapmayım. Bəli, istəyirəm. Oxumayanda elə bilirəm ki, mən dala düşmüşəm, mən nəsə gerilənmişəm. O başqa bir şeydir. Amma bir də var ki, məsələn, tutaq ki, mən 30.000 işarəlik bir təhlil oxuyum. Əgər bu 30.000 işarəlik təhlili biz 5.000 işarəyə, lap 10.000 işarəyə sığdıra biləriksə, niyə bunu 30.000 eləyək? Böyle 10.000-dən verək, adam oxusun da. Və ya eyni zamanda 1 saatlıq verilişdə verəcəyimiz mesajları və ya informasiyanı və ya yenilikləri və ya nə bilim hansısa bir kontenti biz 10 dəqiqəyə sığdıra biləriksə, 15 dəqiqəyə sığdıra biləriksə, niyə də bunu etməyək? Vaxta qənaət, bəli. Çünki müasir insan bunu istəyir. Bunu istəyir. Vüqar müəllim, gənc jurnalistlərə nə tövsiyələriniz olardı? Maraqlı gəncliyimiz var, vətənpərvər gəncliyimiz var, öz üzərində çalışan gəncliyimiz var. Daim özünü inkişaf etdirmək həvəsi ilə müxtəlif maraqlı layihələr edən, müxtəlif maraqlı, hətta mən deyərdim, çağırışlara qoşulan, sözün həqiqi mənasında parlaq, işıqlı gəncliyimiz var. Məsələn, mən daha çox, belə deyim, jurnalist gənclərimizə deyərdim ki, yəni maksimum dərəcədə jurnalistika ümumiyyətlə maraqlı peşədir, gözəl peşədir. Jurnalistika doğrudan da mən belə deyərdim ki, bəlkə də həm ən strateji və eyni zamanda da cəmiyyətə ən çox fayda verən peşələrdən biridir. Jurnalistikanı sevmək lazımdır. Məcburiyyətdən jurnalist olmaq olmaz. Jurnalistikanı ona görə sevmək lazımdır ki, jurnalistikada çətinliklər də var, jurnalistikada müəyyən məhrumiyyətlər də olur. Dördüncü hakimiyyət yəni. Amma jurnalistika həm də dördüncü hakimiyyət. Biz nə deyirik? Biz həmişə bunu deyirik ki, jurnalistika cəmiyyətə təsir etmək gücünə malik sosial-siyasi institutdur. Bitdi. Yəni bizim cəmiyyətə təsir etmək gücümüz var. Bizim cəmiyyətə təsir etmək imkanlarımız var. Bu bizim cəmiyyət qarşısında əslində nə dərəcədə ciddi sosial məsuliyyət hissi daşıdığımızı həm də göstərir. Mən jurnalistəm, nə istəsəm yaza bilərəm deyə bir şey yoxdur. Çünki sən, bəli, sən cəmiyyət qarşısında məsuliyyət daşıyırsan. Çox, belə deyək, gözəl bir qayda var. Bir kəsin azadlığı digərinin azadlığına qəsd edəcəyi zaman dayanaq, yəni məhdudlaşaq. Bunu anlamaq. Mən bizim gənclərimizə məhz jurnalistikanı sevməyi, jurnalist gənclərimiz, jurnalistikanı sevməyi tövsiyə eləyərdim, arzulayardım. Və eyni zamanda da, bəli, jurnalistikada karyera da qurmaq olur, jurnalistikada yaxşı ekspert kimi də yetişmək olur. Elə baxaq, Türkiyənin televiziya kanalları. Diqqət edirsiniz, məsələn, analitik verilişlər gedir. Ən çox orada prosesləri şərh edənlər kimlərdir? Bizim həmkarlardır, jurnalistlərdir. Niyə? Ona görə ki,
Məsələn, bir jurnalist illərini verir bir sahə üzrə ixtisaslaşmaq üçün. Fərq etməz, bu idman ola bilər, bu mədəniyyət ola bilər, bu iqtisadiyyat ola bilər, bu siyasətin hansısa bir istiqaməti ola bilər, bu xarici siyasət, geosiyasət ola bilər, hansısa bölgələr üzrə. Fərq etməz. O illərini verir. Deməli, nə edir? O yetişir. Peşəkarlaşır. Bəli, o peşəkarlaşır. Onun informasiya bazası geniş olur. O bütün günü prosesin içindədir, gündəmin içindədir. Həmin o sahəyə görə xəbərləri alır, izləyir, təhlil edir, təhlil edənləri oxuyur, məlumat bazası genişlənir və nəticədə o özü də bilmədən bir ekspert kimi, mütəxəssis kimi yetişir. Bax, bu formada gözəl karyera qurmaq olar. Ümumiyyətlə, jurnalistika sözün həqiqi mənasında uğurlu bir karyera üçün həqiqətən də bir çox imkanlar aça biləcək bir sahədir. Amma bir şərtlə, yenə də deyirəm, bir şərtlə. Jurnalistikanı sevəcəksiniz. Jurnalistikanı sevəcəksiniz, üzərinizdə işləyəcəksiniz, yəni o çağırışlara hazır ola biləcək bir mütəxəssis kimi özünüzü yetişdirəcəksiniz. Yəni bunları edəcəyiniz təqdirdə siz uğurlu jurnalist olacaqsınız, peşəkar jurnalist olacaqsınız və uğurlu da karyeranız olacaq. Təşəkkür edirəm Vüqar müəllim. Mən sizə mətbuatın güzəlliyinə münasibəti ilə bağlı ürəkdən təbrik edirəm. Mən də sizi təbrik edirəm. İnşallah Azərbaycan jurnalistlərinin hər zaman yolu açıq olsun, qələmləri iti olsun və üzləri də gülsün. Təşəkkür edirəm. Sağ olun. Hörmətli tamaşaçılar, EdNews TV-nin qonağı Bakı Dövlət Universitetinin dosenti Vüqar Zivəroğlu idi.